Bu məhsullar nə üçündür? Bunların rəngləri niyə belədir? Bunları hara tətbiq eləmək lazımdır və nə üçün tətbiq eləmək? Bu məhsulları hansı fırça ilə yaymaq lazımdır? Heç bir anlayışım yoxdur. Gəl mən sənə göstərim. Bu konturlama üçün stikdir. Bu üzə suni kölgə effekti verir və bununla üzünü topuş və ya nazik edə bilərsən. Burnunu nazik və ya qalın edə bilərsən. Bu isə krem teksturalı əllikdir. Bununla da sən üzünü şirin və ya kobud edə bilərsən. Necə? Çox asan. Hətta üzünü topuş və ya arıq da göstərə bilərsən. Eləcə də bu məhsulları universal olaraq da istifadə edə bilərsiniz. Belə və ya belə. Əgər səndə makiyajdan heç bir anlayışın yoxdursa və bunları öyrənmək istəyirsənsə, məncə mənim kursuma mütləq qoşulmalısan. Hansı fırça ilə yaymaq lazımdır? Hansı məhsulu hara tətbiq eləmək lazımdır? Nəyə çox lazımdır? Bütün bu sualların cavabını mən öz kursumda mütləq cavablandırıb və canlı sizə göstərəcəm. Arıq üz və topuş üz. Əgər sən də belə eləmək istəyirsənsə, mütləq aşağıdakı qeyd olunan nömrəyə WhatsApp-da yaz, sənə ətraflı məlumat veriləcək.